Mən bir pasiyentim var, çox ağır bir genetik sendromlu uşaqdır. Biz onun müalicəsini edirik və hal-hazırda da davam edir müalicəsi və onların protokoluna görə, o xəstəlikdə olan uşaqların protokoluna görə maksimum 3-4 söz deyə bilirlər. Maksimum əllərini hərəkət elətdirə bilirlər. Yəni müalicədən sonra. Yəni nə qədər müalicə alırlar, alsınlar. Heç bir fərqi yoxdur illərin. Bu uşaqlar ömür boyu yataq rejimində olurlar. Valideyn bunun fərqində idi bizə gələndə. Ata da, ana da. Amma biz müalicələrimizi edirik. Burada valideynin inamı idi. Çünki o valideyn mənim yanıma gəlib diaqnozun adını çəkəndə, mən ona məlumatlandıranda dedi ki, siz indiyə qədər ilk həkimsiz ki, mənim uşağımın diaqnozuna görə siz mənə məlumat verirsiniz. Həkimlərin çoxu deyəndə açıb yanımda hardansa oxuyurlar ki, bu nə diaqnozdur? Çünki təbii ki, mən xaricdə oxuduğum zaman təlimlərimdə bu diaqnozların hamısı ilə işləmişik biz. Orada əhali də daha çoxdur, xəstəliklər də daha çox görsənir və biz həmin uşaqla bugünkü gün uzun cümlələr qura bilirik. Nə gözəl. Bəli, yəni fikrimizi tam aydın izah edirik. Oturma sərbəstdir. Artıq uşaq deyir ki, nə edirsiz eləyin, mən yeriyim doktor. Burada bir genetik sendrom var. Bəli, biz bunun fərqindəyik. Reabilitasiyanın düzgünlüyü, valideynin sənə inamı. Bu ikisi bir yerdə gedir. Və uşaq da səni sevir və hər dəfə səni o gülüşlə qarşılayır. Və həyəcanlıdır ki, bax bunları da öyrənmişəm, bunları da eləyə bilirəm doktor. Sevginin ifadəsi olaraq bəli, və sizə gözlədiyinizdən daha çox verir. Bəli, öyrəndiklərini tətbiq eləməyə, sənə göstərməyə çalışır ki, bax bunları da öyrənmişəm. Və bu zaman daha yaxşı nəticələr alırıq. Məsələn, bir pasiyentimiz var. Azərbaycanda o diaqnozda 2 uşaq var indiyə qədər və rus qrupları var Rusiyada. Yəni yaşayan insanların və gəlir mənə hər dəfəsində deyir ki, doktor, bir dənə bizdə deyə irəliləyiş var. Onların hamısı deyir ki, uşaq günü-gündən geriliyir. Heç irəliləyiş əldə edə bilmirik. Bir dənə bizim uşaqdadır. Biz sizə çox güvənirik. Biz bilirik ki, siz bizə kömək edəcəksiniz. Və bu diaqnozda olan bir uşağın irəliləməsi, bəli, valideynin və həkimin o uşağa inanması, o uşağın valideynə və həkim tərəfindən necə sevildiyini, necə çalışdığını, çabaladığını görməsidir.